Bugün yenə çox dadlı, toyuqlu döşəmə plov hazırladım. Təmiz yuyub tikələrə ayırıb əlavə suyu qalmasın deyə süzgəcdə saxladığım toyuğa zövqə görə doğradığım soğan, duz, qara, qırmızı, istiot, paprika və sarı kök vurub qarışdırıb düyünü hazırlayana qədər biraz saxlayıram. Ocağın üzərində qazanda qaynayan suya duz töküb qarışdırıb, yuyulmuş düyünü suya töküb bişirib düyünü süzürəm. Yeməyi bişirəcəyim qabda yağı isidib toyuq ətini düzürəm. Üzərinə soğanını töküb onun da üzərindən süzüb sarıkök vurduğum düyünü tökürəm. Qazanın altına qalın dəmir list qoymaq şərti ilə 1 saat 30 dəqiqəyə bişməyə qoyuram. Toyuqlu döşəmənin yanında turşməzə zoğal qovurması sevdiyim üçün ayrıca tavaya əvvəlcə yağ töküb doğradığım soğanları töküb qovururam. Üzərinə dondurucuda saxladığım tumu təmizlənmiş zoğalı tavaya töküb qarışdırıram.